Əssalamu aleykum dəyərli izləyicilər. Mən bloger Elcan abi yeni bir layihəni sizə təqdim etmək istəyirəm. Söhbət olaraq Bakıdakı Əbu Bəkir məscidinin imamı Qamət Süleymanovu dəvət eləmişəm. Qamət bəy, təşəkkür edirik. Çox sağ olun ki, bizim bu layihəyə dəstək oldunuz, müsahibəyə razılıq verdiniz. Və birbaşa suallara keçmək istəyirəm. O suallar ki, bizim cəmiyyətimizi maraqlandırır, o suallar ki, cəmiyyətdə tez-tez verilir. Amma belə deyərdim ki, o sualların ünvanı o ünvanındakı adamdan soruşulmur. Yəni, ətrafdakı insanlardan o sualların cavabı gəlir, müxtəlif mövqeyli insanlardan o sualların cavabı gəlir, amma birbaşa ünvandan o sualın cavabını almaq məncə daha doğru olardı. Qamət bəy, vəhhabilər kimə deyirlər? Ümumiyyətlə, vəhhabilər kimdir? Çünki biz bilirik ki, sizin Azərbaycanda fəaliyyətə başlamağınız dövrdən artıq bu termin istifadə olunmağa başladı Azərbaycanda. Bununla bağlı bir açıqlama verərdiniz. Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu alə mən lə nəbiyyə bədə əmmə bəd. Esselamu aleykum və rəhmətullah və bərəkətuh. Birinci təşəkkür edirəm ki, dəvət eləmişsiniz. Və ümumiyyətlə bu cür mövzular, ümumiyyətlə dini məsələlərə aid bilgi, elm, məlumat mühümdür. Xüsusən də insanların məlumatları az olduğu vaxtda və hətta dində olanların məlumatları o demək deyil, kifayət qədərdir. Və inşallah Allah bərəkət versin bu verilişə və inşallah xeyirli olar. Və amma qaldı ki, Vahabi söhbəti. Bu bir kəlmədir. Hər kəs bunu bir cür istifadə edir. Əslində, belə baxanda Vahabilər yoxdur. Vahabilər yoxdur. Vahab Allahın adıdır, adlarından biridir. Allah Subhanahu taala Quran-ı Kərimdə 3 yerdə bu adla özünü adlandırır. Üzr istəyirəm, sual meydana gəlir. Allahın ismini insana nisbət eləmək nə dərəcədə doğrudur bu halda? Əgər madam ki, bunu insanlara nisbətdə bu adı deyirlər. Məsələn, Allahın adlarından insanlara qoymaq olar. Lakin müəyyən şərtlərlə orada müəyyənlik olmamalıdır. Ümumən adı, məsələn, Vahab qoymaq olar. Amma Əl-Vahab olmaz. Ona görə, məsələn, uşağa ad qoyanda Vahab və ya Abdül-Vahab. Məsələn, Rəhman və ya Abdül-Rahman. Amma Əl-Rahman olmaz. Çünki Əl-Rahman deyəndə, Əl-Rahim deyəndə, Əl-Vahab deyəndə o artıq Allah nəzərdə tutulur, Allaha xasdır. Amma bu cür qeydlə olar. Allah Subhanahu taala buyurur ki, İnnəkə entəl-Vahab. Məsələn, ayələrin birində həqiqətən sən Vahabsan. Vəhhab, yəni mənası nədir? Əvəzsiz əta eləyən, əvəzsiz verən bütün bu neymətləri. Madam ki, bu yaxşı sözdür, nə üçün kiməsə Vəhhabi deyəndə xoşuna gəlmir? Bilirsiniz, bu kəlmənin, bunun səbəbi gedir tarixə. Bu, Məhəmməd adlı bir şəxs olur, Saudi Ərəbistanda idi ki, Saudi Ərəbistanda təxminən 3 əsr bundan qabaq. O, bu dəvətə başlayır, sələfə dəvətinə, çünki orada artıq cahillik bürüb gelmişdi, həm də Osmanlı xilafəti vaxtı idi, Osmanlı oranı tərk eləmişdi. Və ona görə hətta kərvanları gedəndə hücumlar baş verirdi və s. Yəni orada dövlət yox idi, qəbilələr idi və hər qəbilənin də öz başçısı var idi və elmi cəhətdən də, savad cəhətindən də cəhalət bürünmüşdü. Ona görə insanlar bilmirdilər Allaha necə ibadət eləsinlər, bilmirdilər Allahdan necə istəsinlər. Gedirdilər, məsələn, ağacdan övlad istəyirdilər, gedirdilər hansısa daşa, hansısa qəbirə, tavaf edirdilər onu, ondan övlad istəyirdilər, ondan, məsələn, öz çətinliklərin onlara danışırdılar, həllin istəyirdilər, Allahı qoyub. Və Məhəmməd Əbdülvahab da sələfə qədəsində idi, gəldi Məhəmməd... Üzr istəyirəm, sələfi dedikdə biz nəyə nəzərdə tuturuq? Sələfi, yəni Peyğəmbər və sahabələrin yolundan gedənlər. Sələf, yəni İslamın ilkin forması. Bəli. İslam, sələfilik odur ki, İslamın o Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında, sahabələrin vaxtında olan din. Düzdür, bəzilə elə başa düşür ki, biz istəyirik qaytaraq insanların həyatını 7-ci əsrə. Yox. Bəli, qaytaraq dini məsələlərdir. Dini nöqteyi nəzərdə, ibadət baxımından. Dünya inkişaf əleyhində deyildi. Əksinə, inkişafı dəstəkləyirdi. Lakin bəziləri elə başa düşür, təbii ki, o da olan savadsızlığındandır. Elə bilirlər ki, biz 7-ci əsrə deyirik qayda. Yox, 7-ci əsrə dini məsələlərdir qayda. Çünki o əsrə ki, orada ixtilaf yox idi, məzhəblər yox idi, müsəlmanlar hamısı bir idi, fərq yox idi.
Orada deyilmirdilər sən hansı məzhəbdənsən, hansı əqidədənsən. Birbaşa mənbə. Onu dəvət edir. Yaxşı, Qamət bəy, onda belə çıxır ki, səhvən sizə Vəhabi deyirlər, sizə və tərəfdarlarınıza sələflər demədilər. Əlbəttə biz sələflərik, salih sələflərin yoluna gedənlər. Bu Abdülvahhab əslində adı Məhəmməddir onun. Abdülvahhab atasının adıdır, Abdülvahhab. Hətta. Hə, atasının adı. Bəs onda atasının adı ilə niyə deyilmir? Bilmirəm, ola bilsin Məhəmməd deyəndə əslində Məhəmmədlər. Yəni məntiqlə əgər hərəkat başçısı varsa onun adı ilə deyilməlidir. Əslində Məhəmmədlər deməlidir. Lakin onlar ola bilsin fikirləşiblər ki, Məhəmmədlərdirsə cəmaatı çoxsa bilmir axı. Elə biləcəklər ki, Məhəmməd Peyğəmbərdir. Söhbət gedir və daha çox tabi olar insanlar. Ona görə deyiblər, gəlin atasının adından çağıraq. Atasının adı, hətta Məhəmməddən də gözəl, Allahın adıdır. Uzun saqqal saxlayan, şalvarın ətəyini, balağını topuqdan yuxarı geyinənlərə də Vəhabi deyirlər. Amma eyni zamanda biz bugün bunu trenddə, dəbdə də görürük ki, gənclərimizin çoxsu saqqal da saxlayır, buğlarını da qısaldıblar, topuqdan da yuxarı giyinirlər. Yəni, onların etdiyi ilə sizin etdiyiniz arasındakı fərq nədədir? Bir dəbdir, bu həqiqətən də bir ibadət formasıdır, yoxsa ki, onu dəb üçün eləyənin faydası varmı, savabı varmı? Yəni, bu dəqiqə qarışıb. Yəni, qabaq əgər ayrı eləmək olurdusa, kiməsə deyəndə Vəhabi, onun saqqalı var uzun, bığları qısadır, şalvarının da topuğdan yuxarıdır. Amma indi görürük ki, cavanlarımız da bu dəbdə gəzirlər bəziləri. Bilirsiniz, kommunizm hökuməti dağılandan sonra din gəldi, insanlar başladılar dinə tərəf dönməyə, dini öyrənməyə. Gördülər ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurub ki, kişilər üçün uzadın saqqallarınızı, bığlarınızı gödərdin. Yəni, bunun vəhabiliyindən heç bir aidiyyatı yoxdur. Təbii ki, bilirsiniz, bunu bilirsiniz əsasən. Hətta şalvar, kişinin geyimi topuqdan aşağı düşməsin. Onu Peyğəmbərimiz sallallahu aleyhi ve sellem hədislərdə deyib. Məqsəd nədir orada topuqdan aşağı düşməli? Bilirsiniz, orada həm təmizlikdir, həm təmizlik, həm təvazükarlıq. Çünki hər halda balaq ibadət əhlisənsən. Yəni, hər şey nəzərdə tutulub. Hətta indi saat dəv var. Güclü, məşhur brendlər. Görürsən ki, topuqdan yuxarıdır o kişilərin geyimi. Amma təbii ki, o cür kim ki saqqal saxlayır, biri var dəb üçün, o savab qazanmır. Amma dinə görə saxlayan savab qazanar ona görə. Həm də bilirsiniz, bu dini maarifçiliyi zəif olduğuna görə, ona görə insanlara qəribə gəldi. Elə bildilər ki, bunu Vahabilər ya. Amma bu Vahabiliyin heç bir əlaqəsi yoxdur. Birinci Vahabilik yoxdur. Bu sözlə atılıb ortaya. Və bu dindədir. Peyğəmbərimiz deyib bunu. Və heç bir Vahabi və ya Vahabinin heç bir əlaqəsi yoxdur bunun. Necə təqdim olunur bəzi tərəflərdə. Mən elə gəlir ki, bu Vahabi söhbəti mən özüm müşahidələrlə görürəm ki, bunu deyən ya bilmir nədir bu, eşidib deyir, ya da qərəzlidir. Müşahidə var, onu paylaşmaq istəyirəm, izləyicilərimiz üçün də maraqlı olar. Neçə dəfələrlə biz görmüşük ki, bu alış-veriş məsələlərində məsələ insanlar öz aralarında Vəhabi dediyi insana üst tuturlar. Deyirlər ki, yox, bunda yalan falan olmayacaq, bu ticarətdə bizi aldatmayacaq, düz olacaq, çəkidə də düz olacaq, ölçüdə də düz olacaq. Çox maraqlı paradoksdur. Düzdür, bir tərəfdən qəbul eləmirlər, cəmiyyət tərəfindən qəbul olunmur, baxışları bəlkə də bilmirlər siz demişkən. Amma digər bir tərəfdən də onların dürüst olduğuna inananlar var. Məsələn, dünyavi məsələdə dürüstlüklərinə inanırlar, çox maraqlıdır. Amma dini məsələdə deyirlər, yox, bunlar səhv eləyirlər. Amma hər halda indiki, məsələn, cəmiyyətə baxanda insanlara 10 il, 15 il, 20 il bundan qabaqki cəmiyyət deyil artıq. Bilirsiniz, artıq qabaq bağlı bir şəraitdə yaşayırdıq. İnsanlar sonra getdilər səfərlərə, gördülər dünyada ki, bilən saqqallar hər yanda saqqal saxlayırlar. Hicab hər yanda taxırlar. Və artıq dünya görüşləri, hətta dini cəhətdən olmasa, dünya görüşləri artdı insanlarda. Ona görə, məsələn, indi çox insanlar baxışları artıq dəyişib. Yəni, normal baxırlar hər bir şeyə. Yəni, Vahabi söhbəti də demək olar azalıb. Biraz o dində olan bəzi məzhəblər var, onlar sadəcə bundan istifadə edir. Bir obraz qurmaq istəyirlər ki, terror obrazı və ya radikal obrazı. Amma belə ümumi cəmaat artıq qəbul edir və bəli, hərdən məsələn görürsən nəsə almağa, sənə deyir, əxi. Tez eşidirik bu sözü. Bu əxidir. Biraz insanlarda belə inanmır. Düzdür, o demək deyil, kim saqqal sağlı, hamısı əladır. Amma ümumən bəli. Və dində yenilik demişkən bir məsələ də var. Siz dediniz ki, dini olduğu kimi qoruyub saxlamaq var və bugün biz baxıb görürük ki, məsələn, ilahiyyatçılar var ki, onlar
heç kimin indiyənə qədər biz bildiyimiz heç bir məzhəbin demədiyi, heç bir məsəl üçün imamın, alimin, İslam aliminin demədiyi məsələləri gətiriblər gündəmə. Məsəl üçün çox tanınmış bir şəxs var Azərbaycanda, Elşad Miri. O iddia edir ki, yalnız Qurandan getmək lazımdır və hətta bir müsahibəsi də vardı, orada da videosu vardı. Orada da deyir ki, namazdan sonra zikr etmək lazım deyil bu, çünki Quranda gəlməyib. Ümumiyyətlə, Quranda olmayan ibadətləri necə yerinə yetirmək lazımdır? Ümumiyyətlə, bu fikir, bu baxış nə dərəcədə doğrudur ki, bu Quranda var. Məsələn, İslamı elmi olmayan insan haradasa məntiqlə doğru qəbul edir bunu. Məsələn, mən də fikirləşə bilərəm ki, adam nə deyir ki, pis söz demir ki. Deyir ki, əgər bu Quranda yoxdursa, biz bunu niyə qəbul edəyik? Allah bunu əmr eləməyib axı. Buyurun, buna aydınlığı getirir. Bilirsiniz, ən birinci mühüm nədir? Hər bir işin öz sənətkarı var. Hətta dünyavi məsələlərdə. Məsələn, sənin dişin ağrıyırsa, sən maşın ustasının yanına gedməyəcəksən ki. Və ya gedib maşın ustasının yanına ondan soruşmayacaqsan ki. Gedirsən diş həkimi yanına. Dini məsələləri də dini bilənlərdən götürmək lazımdır. Dində olanlardan. Məsələn, tutaq ki, bu saat hamısı dindən danışır. Hər adam çıxır, nəsə danışır. O demək deyil, ona qulaq asmaq olar və s. Çünki hər bir işin sənətkarı varsa, dini məsələlərdə, din məsələləri dünyavi məsələlər daha dəqiqlikdir, daha incədir, daha ehtiyatla yanaşmaq lazımdır. Xüsusən bu bölünmələr və s. İndi deyirsiniz, məsələn, çıxıb danışır. Düz deyək, Quran birincidir. Quranla getmək lazımdır. Amma Quranı tamamlayan var, açıqlayan. Allah Teala Quranda da buyurur ki, biz sənə bu Quranı göndərin, insanlara bəyan eləyəsən, açıqlayasan. Ona görə Quran hər şey təfsilat vermir, baxı. Hətta namaz barədə, başqa bütün ibadətlər barədə. Bir dənə miras məsələsini, yəni kişi öləndə, mal necə bölünür, Allah özü bölür. Yəni, tam açıqlanıb Quranda. Demək olar ki, açıqlanıb, bölünüb, amma başqa ibadətləri Allah Teala həvalə edib Peyğəmbərə sallallahu aleyhi ve sellem. Məsələn, kim Quranla deyir, gedir, yaxşı deyəcəksən, namaz onda necə qılmaq, zəkat necə vermək, zəkat heymanda başqadır miqdar, əkində başqadır, ticarətdə başqadır. Bunları hansaq Peyğəmbərimiz səhih hədislərinə müraciət edib biz bilmək olar, ancaq bilərik. Və ya həc necə olacaq? Bəli, Quranda hər şeyin əsli var. Amma təfsilatı yoxdur axı. Təfsilat həvalə olunur. İndi məsələn, çıxır biri, məsələn, siz qeyd etdiyiniz adam kimi. Yəni, hicab, yəni gəlir deyir ki, baş örtüyü deyil, sinə örtülməsidir. Cürbəcür şeylər danışırlar. Hansı ki, bu ayə nazil olan vaxtı xalis ərəblər idi. Məkkəhli, Mədinə. Xalis ərəblər idi. O ayələr nazil olanda hamısı başa düşdü ki, qadınlar hicab taxmaq lazımdır. Onda bu məntiqlə, hörmətli Qamət mənim, bu məntiqlə belə çıxır ki, Elşad Mirinin ərəb dilində bilgisi və savadı ərəbin özündən daha artıqdır. Yəni, ərəbin özünün demədiyi başa düşmədi. 1400 ildə heç bir alim başa düşmədi, amma Elşad Miri başa düşdü. Belə çıxır ona. Savadlı adamlar, ağlı kamil olan insanlar hələ adamlara qulaq asmasınlar. Və çox maraqlıdır ki... Adi bir sualla artıq görsən ki, bu adam danışır, gəldi danışır özünə reklam eləyir və Allah bilir hansı tərəflərə bağlıdır. Bəli. Və müşahidələrimdən bir məsələyə də toxunmaq istəyirəm. Çox maraqlıdır ki, onun dediklərini heç bir məhzəb tərəfdarı Azərbaycanda qəbul eləmir. İstər əhl-i sünnət olsun, istər şiyələr olsun, heç kəs. Heç kəs. Əlbəttə, ümumiyyətlə, İslam qəbul eləmir böyle şeyləri. Sadəcə, indi bilirsiniz, indi qəribdən var belə hərəkatlar ki, məsələn, Avropa sayağı İslam və ya Amerika modern İslam. Və onlar, məsələn, indi ola bilsin, birazdan çıxıb deyəcək ki, namaz da lazımdır, həftədə bir dəfə qıl bəsdir. Və ya namaz lazımdır, o qəlbin təmiz olsun. Mənim maraqlıdır ki, Elşad Miri özü sübh namazı neçə rükət qılır. Axı, bu Quranda yoxdur, məsələn. Onlardan biri. Namaz qılır, yoxsa yox. Hə, bu özü də ayrı bir məsələ. Bəli. Namaz qılmayan müsəlman hesab olunurmu? Çünki bəzən biz cəmiyyətdə eşidirik ki, müsəlman olmaq üçün deyirlər, şərtlər var, namaz qılmayan müsəlman hesab eləyənlər var, hesab eləməyənlər var. Ümumiyyətlə, namazın rolu İslamda nə dərəcədə var və bu müsəlmançılığa nə dərəcədə dəlalət eləyir? Bilirsiniz, İslam deyəndə biz ən birinci şəhadət nəzərdə tutulur. La ilahe illallah, Muhammed Rasulullah. Və ya əşhədu ən la ilahe illallah və əşhədu ənə Muhammed Rasulullah. Bunu deyən adam, yəni sən şəhadəti gəlirəndə demək istəyirsən ki, mən Allahdan başqa heç kəsə ibadət eləmirəm və Məhəmməd Peyğəmbərimizdir, sonuncu Allah tərəfindən göndərmiş haqq Rasuldur. Yəni bu ibadəti Peyğəmbərimiz necə eləyib, o cür edirəm. Yəni, namaz, sonra namaz gəlir. Çünki bunu deyən
Bunu deyən müsəlman olur. Bəli. Və müsəlmansansa ən birinci namaz var. Namaz var, zəkat var, həc var. Təbii ki, bu maddi cəhətdən imkana baxır və fiziki cəhətdən də, sağlamlıq cəhətdən oruc var. Amma namaz baxmır, nə fiziki, nə maddi. Namaz olmalıdır. Ona görə düzdür, qılmayan böyük günah sahibidir. Ən azından. Onu soruşacaqdım, çoxmu böyüdür günahı? Əlbəttə, böyüdür günah. Hətta günahı başqa böyük günahlardan da pisdir. Yəni, bəzilə elə deyəndə ki, namaz nə üçün qılmırsan? O deyir ki, o elə başa düşür ki, deyir ki, əşi qəlbim təmizdir, mən pislik eləmirəm. Amma bilmir ki, ən böyük pislik elə qılmamaqdır. Çünki Allahın elə bir sözünü qulaq asmırsan. Varmırsan, başqa şeyə deyirsən ki, Allah Teala deyib namaz qıl, aximus sala, neçə yerdədir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurub. Elə bir ki, sən saymırsan, biraz ədəbsizlikdir. Ədəbsizliyi gətirib çıxardır. Allahın dediklərini saymırsan, Peyğəmbəri saymırsan. Hətta elə alimlər olub ki, namaz qılmayanı deyirlər ki, namaz qılmayan heç müsəlman deyil. Elə fikir də var. Yəni, rəy var. Belə rəy var, bəli. Amma qaldı ki, bəli, ən azından böyük günah sahibidir. Böyük günah sahibidir. Ən böyük günahlardan biridir. Şirkdən sonra. Allaha şərik qoşmaqdan sonra. Bəli. Valideynlərlə münasibətdən də bir sual var burada. Qısa şəkildə buna da aydınlığa gətirək. Bəzən ailələr olur ki, biz görürük ki, ibadət etməyən valideynə qarşı ailədə evlad biraz soyuq münasibət bəsləyir. Bu ilə bağlı bir tövsiyənizi, məsləhətinizi eşitmək istəyirəm. Yox, bilirsiniz, valideyn haqları Allah haqlarından sonra gəlir. Valideyn, Allah Teala Quran-ı Kərimdə neçə yerdə bildirir. Valideynlərlə yaxşı davranın. Hətta uf deməyin. Uf, 2 dənə hərifdir. Ən yüngül kəlmə. Hətta uf demək olmaz valideynə. Lakin birdən valideyn sənə başa düşmür. Birdən məsələn deyir ki, ibadət eləmə və s. Olur elə məsələlər. Olur, görürsən, cavan uşaqlardır, gəlirlər, soruşurlar, bizdə belə problem var evdə, qohumlarda, kətdə, biz neyniyək? Hər halda Allah Teala Quranda misal çəkir buna, əgər belə problem olanda. Deyir, əgər valideynlərin səni Allaha şərik qoşmağa məcbur eləsələr, onlara bu məsələdə tabi olma. Lakin nə deyir sonra? Deyir, amma yaxşı davran. Quran bizə bunu tövsiyə edir, Allah. Yəni, valideyn hətta desə sənə, düzdür, elə məsələlər var ki, o məsələdə tabi olmaq olmaz. Məsələn, Allaha zid nəsə əmr edir. Məsələn, deyir ki, namaz qılma. Qılmalısan. Ancaq düşmənçilik eləmə valideynlə, mübahisə eləmə. Yaxşı davran. Valideynə bax ki, nə? Necə ki, o sənə baxıb. Təşəkkür edirəm. Və son suallarımızdan da verək. Ölüyə Quran oxumaq barəsində maraqlıdır. Bunun tərəfdarı olanlar da var, tərəfdarı olmayanlar da var, doğrudur deyənlər də var, yanlışdır deyənlər də var. Mən bildiyim qədər sələflər deyəsən bunu qəbul eləmirlər. Nə üçün qəbul eləmirlər bunu? Bilirsiniz, bu məsələ biraz ixtilafdır. İxtilafdır, düz alimlər arasında fərq var. Hətta sələfi alimlərlə necə dediniz, deyənlər var, caiz görənlər var. Düzdür, bu formada yox, hansı ki bizdə eləyirlər. Çünki bizdə yas mərasimləri, bu proses əvvəldən axıracan, bəlkə də 95% İslamla heç biri düz deyil. Belə 5% bəlkə də var, o da kəfəndir, yumaqdır, cənazə namazı, yəni bastırmaq, bu düz gəlir. Amma başqa nələr ki verilir, nələr edilir, 3, 7, 40, cümə axşamlar, o İslamla heç bir əlaqəsi yoxdur onun. Bəs pul almaq necə? Tutan qəbr üstündə molla Yasinə görə pul alır, 5 manat, 10 manat. Yoxdur, heç Yasin yoxdur ki, qaldı ki, Qur'an yoxmaq, qaldı ki, ondan pul almaq. Lakin biz baxaq, gəlin, bunun cavabı çox rahatdır, aydındır. Peyğəmbərimizin vaxtında, sallallahu aleyhi ve sellem vaxtında insanlar ölürdü axı. Onlar necə dəf edilirdi? Yasin oxuyurdular, cavab yox. Yasin oxumurdular. Ehsan verirdilər, palatka qururdular, yox idi elə şeylər. Elə şeylər yox idi, əksinə. Adam öləndə qonşular bir neçə gün o evi yemək gətirməlidir ölü sahiblərinə. Ki, onların evində təziyə baş verib, başlığa qarışıqdır. Amma bizdə tərsinədir. Bizdə tərsinədir, insanlar gəlib o ölü sahibinin evində başlayırlar yeməyə, içməyə və s. İndi artıq adət olub, pul yığırlar və s. Eliblər hamısı. Düzdür, yardım eləmək olar. Məsələn, görürsən, cavan oğlan da ölüb, dünyasını dəyişib, övladları qalıb, uşaqları yetim qalıblar. Amma məsələn, hər dəfə bunu lazım deyil. Yəni, İslamla heç bir əlaqələri yoxdur bu yasların bizdə. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem oxumayıb Yasin. Oxumayıb. Nə gəlib onun barədə hədislər səhi deyil. Qamət bəy, bəzi insanlar deyirlər ki, mən qorxuram ibadətə başlamağa. O nöqteyi nəzərdən ki, birdən yarıda saxlayaram və günah qazanaram. Nə dərəcədə doğrudur bu yanaşma? Əksinə o qorxsun ki, o qılmır, ibadət eləmir, ondan qorxsun. Ki, dünyasını dəyişər, o gün həyat bilinmir kim nə qədər yaşayacaq.
Heç olmasa Allah Teala buyurur: "Va'bud rabbaka hatta ya'tiyakal yaqin." Yəni Allaha yəqinlik gələnəcən ibadət elə. Yəni ölüm gələnəcən. Birdən ölərsən, namazsız gedərsən, ibadətsiz, dini bilməmək. Bununla iş bitmir axı bu dünyada. Necə ananın bətnində bir aləm idi, burada bir aləmdir, sonra bərzəx həyatı başlayır, sonra axirətdir, sonra cənnət, cəhənnəm. Bu mərhələlərdir. Ona görə bu fürsətdir sənə verilib. Peyğəmbərlər yollanıb. 124 min Peyğəmbər yollanıb. Allah Teala yollayıb. Hamısı bizim üçün. Bizə düz yolu göstərsinlər, bəyan eləsinlər bizə Allahın kəlamının, dediklərinin, istəyin. Ona görə o adamlar qorxsunlar ki, ibadət eləmirlər, ondan qorxsunlar. Qorxmasınlar ki, ibadət eləyərəm, sonra ataram. Başda sən oradan bilirsən, atacaqsan. Sən oradan bilirsən. Qamət bəy, dünyaya nəzər salanda görürük ki, bugün Ukraynanın çıxmaq şərti ilə bir çox müharibələr müsəlmanlar yaşayan ölkələrdə gedir. Bax, bunun səbəbi nədir sizcə? Təbii ki, bunun səbəbi birinci Qərbin öz siyasətidir bu. Qərbin öz siyasəti, adilsiz siyasət. Özünüz görürsünüz ki, Qarabağ məsələsində, məsələn, 30 il oldu, işğal olunmuşdu, heç dillənmirdilər, danışmırdılar, elə üstdən keçirdilər və s. Təbii ki, Qərb İslama qarşı, müsəlman ölkəninə qarşı baxışları başqadır. Ona görə o problemləri onlar özləri eləyir. Və təbii ki, buna gedən müsəlmanlar var. Və lakin əlac nədədir? Əlac, qoy müsəlmanlar özləri dinlərini öyrənsinlər. Necə var? Təmiz. O 7-ci əsrdə necə din təmiz var idi, onu öyrənsinlər, bilsinlər Allah Quranda nə deyir, Peyğəmbərimiz səhih hədislərində, kəlamında nə deyir və o cür götürsünlər və yaşasınlar bunu. Ancaq dinlə biz özümüzü müdafiə edə biləcəyik. Və sonuncu sualım Əbu Bəkir məscidi ilə bağlıdır. Bu məscidin inşası ilə bağlı məlumat verin və hal-hazırdakı vəziyyət necədir? Nə vaxt açılacaq, təmir gedir, yoxsa necədir vəziyyət? Buyurun. Ümumiyyətlə, Əbu Bəkir məscidi 1997-ci ildə başlayıb tikilməyi, 98-də bitir, bir ilə bitir tikilmişi. Kimin hesabına tikilib o məscid? O, bir Kuveytli, varlı bir adamın. Burada sadəcə o vaxtı Ərəb ölkələrinin cəmiyyətləri, müsəlman ölkələrinin cəmiyyətləri var idi. Cəmiyyətlərin birinin yoluna, lakin tikdirən adam maddi cəhətdən təmənnə sədiyyə eləyib. Bəli, Allah rızası üçün verib ki, tikilsin, amma tikən... Açılışı olmuşdur da rəsmi? Yox, belə öz aramızda olub və o vaxt biraz vəziyyət başqa idi, 98-ci il. Və tikən isə o arxitektor və s. Onlar hamısı bizim cəmaat olub. Və 98-ci ildən fəaliyyət göstərirdi. Sonra 2008-də bilirsiniz, orada terror hadisəsi oldu. Sonra məhdud qoyuldu orada, fəaliyyət göstərir. Sonra isə, əlhamdülillah, dövlət özü təmir eləyir. Ola bilər ilin sonuna ya yeni ilin əvvəl aylarında inşallah bitsin, təmir və açılsın. Təşəkkür edirəm və Allaha çox şükürlər olsun ki, Allahın izni ilə biz Qarabağ torpaqlarında da bütün məscidlərimizi yavaş-yavaş bərpa edirik. Şuşada məscidimiz, Ağdamda məscidimiz bərpa olunur. Əlhamdülillah. Və inşallah digər ərazilərimizdə də azan səsləri ucalacaq. Əlhamdülillah. Sizə də təşəkkürümü bildirirəm. Çox sağ olun ki, müsahibəyə razılıq verdiniz. Ümidvaram ki, izləyicilərimiz üçün də maraqlı oldu. Düzdür, qısa şəkildə sualları cavablandırdıq. Bu, indi sosial media formatıdır. Çox da danışıb yormaq istəmədik sizi. Təşəkkür edirəm. Çox sağ olun, Allah amandır. Sağ olun. Sağ olun. Selamun aleyküm.